Vətən müharibəsi iştirakçısı Mehdiyev Ceyhun Çingizoğlu. Vətən müharibəsinə Kəlbəcər istiqamətində gedən döyüşlərdən başlayıb və oktyabrın 30-una kimi iştirak edib. Ceyhun Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Vətən müharibəsində göstərdiyi xidmətlərinə görə cəsur döyüşçü Kəlbəcərin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilib. Yaşad Fondunun dəstəyi ilə növbəti uğurlu əməliyyat gerçəkləşdirilib. 27 sentyabr döyüşlərə qatıldım Kəlbəcər istiqamətində və Şuşa uğrunda gedən əməliyyatlarda yaralandım. Bir çox yerlərdə əməliyyat olmağıma baxmayaraq, son vaxtlarda səhhətimlə bağlı problem yarandı və Yaşad Fondunun dəstəyi ilə əməliyyat oldum. Yaşad Fondunun dəstəyi ilə bizə Ceyhun Mehdiyev adında qazimiz müraciət etdi. Qazimizin sağ bacağında kompleks toxuma defekti vardı. Daha öncə bir neçə dəfə müxtəlif mərkəzlərdə əməliyyat olmuşdu. Qazimiz dəyərləndirildi. Kompleks toxuma defektini gedərmək üçün vücudunun başqa yerinə sərbəst toxuma köçürülməsi başarılı bir şəkildə həyata keçirildi. Hal-hazırda ümumi vəziyyəti qənaətbəxşdir. Sabah inşallah evə yazılmasını planlayırıq.